Şəkərli diabet xəstələrinin bu 5 məqama diqqət eləməkləri məsləhət görülür. Birinci növbədə 3 aylıq şəkərinin, yəni glikogemoqlobinin 7-nin altında olmağı, pəhriz və fiziki aktivlik. İkinci növbədə ürək-damar sistemi müayinəsindən keçmək, belə ki, EKG, EXO, stressiz müayinəsindən keçərək ürək damarlarında problem olub-olmadığını aşkarlamaq, arterial təzyiqə nəzarət eləmək və qan yağlarını, xüsusilə də LDL-in 100-dən aşağıda saxlamaq. Üçüncü, aşağı ətraflara nəzarət, amputasiyaların qarşısını almaq üçün aşağı ətraflardakı şikayətlərə, keyləşmə, uyuşma varsa və yaxud da ki, hər hansı bir üşümə halları, yanma hissi varsa bu zaman həkimə müraciət eləməli və aşağı ətraf damarlarını Doppler elətdirmək məsləhət görülür. Beşinci isə vitamin və mineral kompleksinin qəbuludur ki, buna həm D vitamini normada saxlamaq, qan azlığı varsa dəmirin norma səviyyədə saxlanması, həmçinin omega 3 qəbulu, maqnezium qəbulu diabet xəstələrinin həyat tərzinin yaxşılaşmasına kömək edəcək.